2011-ci il sentyabrın 29-da Sumqayıt şəhər polis idarəsinin əməkdaşları quldurluq hadisəsi törətməkdə şübhəli bilinən şəhər sakini Azər Əliyevi saxlayıblar. Araşdırma göstərib ki, gecə saat 3 radələrində o vətəndaş Emilia Rodinaya zor tətbiq edərək daş parçası ilə baş nahiyəsinə xəsarətlər yetirib onu Samur Abşeron kanalına tullayıb və 850 manat pulunu talayıb. Sentyabrın 29-da Sumqayıt şəhər polis idarəsi istintaq şöbəsində hadisə ilə əlaqədar cinayət məcəlləsinin 181-ci quldurluq maddəsi ilə cinayət işi qaldırılıb. Məlum olub ki, hadisə stansiya Sumqayıt ərazisindəki Tuğzavod adlanan yerin yaxınlığında baş verib. Baxış keçirilən zaman Samur Abşeron su kanalının üzərindən keçən körpüdən 100 metr aralıqda torpaq örtülü yolun üzərində avtomaşının bir yan tərəfinin təkərindən yaranan protektor naxışlarının izləri müəyyən edilib. Zərər çəkənə məxsus əl çantası saxlanılan Azər Əliyevə məxsus mağazada tumbanın içərisində aşkar edilib. Səhərsi gün Azər Əliyevin əməlində cinayət məcəlləsinin 29-120.1-ci qəsdən adam öldürməyə cəhd və 149.1-ci zorlama maddələrinin əlamətləri olduğundan cinayət işi aidiyyatı üzrə ibtidai istintaq aparılması üçün prokurorluğa göndərilib. İstintaqla müəyyən edilib ki, ayın 29-u gecə saat 1 radələrində Azər Əliyev Sumqayıt stansiyası ərazisində özünün mağazasında 61 yaşlı Emilia Rodina soyadlı qadınla tanış olub. O qadının saat 2-də stansiyadan keçən Bakı-Sankt-Peterburq sərnişin qatarı ilə Dərbənd şəhərinə tək gedəcəyini bilib, onun əmlakını quldurluq yolu ilə ələ keçirmək qərarına gəlib. Bu məqsədlə mağazada onun başını qataraq müxtəlif bəhanələrlə qatara minib getməsinə mane olub. Qatar təyin olunmuş vaxtda stansiyaya gəlib getdikdən sonra onun növbəti Devəki stansiyasında qatara çatdırıb, oradan yola salacağını söz verib. Bu bəhanə ilə Emilia Rodinanı aldadaraq idarə etdiyi BMW markalı maşına mindirib saat 3 radələrində Tuğzavod ərazisindən keçən Samur Abşeron su kanalının kənarına gətirib. Azər Əliyev sillə və təpi ilə bədənin müxtəlif nahiyələrinə zərbələr vuraraq qadına qançır və sıyrıqlar, o cümlədən sağ bud sümüyünün sınığı kimi xəsarətlər yetirib. Sonuncunun əlindəki 10 manat dəyərində əl çantasının, içərisində 850 manat pulu, ümumi dəyəri 23 manat olan müxtəlif əşyaları və Samsung markalı telefonu alan Azər Əliyev ümumilikdə zərər çəkənə 894 manat dəyərində ziyan vuraraq quldurluq edib. Bundan sonra cinayət əməllərini davam etdirən şəxs axıl və əvvəlcədən ayaqlarında xəstəliyi olduğu üçün ona müqavimət göstərmək iqtidarında olmayan Emilia Rodinaya qarşı zor tətbiq etməklə yenidən ona zərbələr vurub, köməksiz vəziyyətindən istifadə edib, iradəsi əleyhinə onu zorlayıb. Azər Əliyev cinayəti gizlətmək məqsədi ilə təpi ilə vurub Emilia Rodinanın su kanalına salıb. Boğulan qadın müvafiq dövlət orqanlarına məlumat verməyəcəyini vəd edib yalvarsa da, o qəsdən öldürmək məqsədi ilə daş parçalarını götürüb onlardan silah qismində istifadə etməklə qadının baş nahiyəsinə zərbələr endirib. Suyun axını zərər çəkəni kanalın digər sahilinə aparıb, o kollardan yapışaraq səsini çıxarmayıb. Azər Əliyev qaranlıqda yaralını daha görə bilmədiyi üçün onun artıq öldüyünü güman edib hadisə yerindən maşınla uzaqlaşıb. Emilia Rodina səhərə yaxın yoldan ötüb keçən Cavid Məmmədovun köməkliyi ilə kanaldan çıxarılıb Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıb. Onun üzərində əməliyyat aparılmaqla həyatı xilas edildiyindən iradəsindən asılı olmayan səbəblərə görə Əliyev qəsdən adam öldürmək cinayətini başa çatdıra bilməyib. Və 28 sentyabr 2011-ci tarixdə Rodin Emilia Vasilievnaya qarşı etdiyiniz hərəkətlər barədə nə deyə bilərsiniz? İzahat vermişəm ki, mənim izahatım oldu. İfadənizi hadisə yerində göstərə bilərsiniz. Hadisə da baş vermişdi. Tuğzavod gedən yolda Stansiyon Park qəsəbəsində kanalında. Hadisə yerini göstərə bilərsiniz. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Emilia Rodinada sağ bud sümüyünün qapalı sınığı, qapalı kəllə beyin travması və silkələnməsi, alnın sol yarısının əzilmiş yarası aşkar edilib. Almış olduğu xəsarətlər səhhətin uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olub.
İş üzrə dindirilən Azər Əliyev bildirib ki, axşam saat 22 radələrində mağazada tək olan vaxt 50-55 yaşlı milliyyətcə rus olan qadın içəri daxil olaraq kalbasa və çörək alıb. O getmək istədikdə Azər Əliyev mağazada stolun olduğunu və aldığı ərzaqı elə orada yeyə biləcəyini təklif edib. Söhbət zamanı onun kim olduğunu, hardan gəlib hara getdiyini soruşub. Özünü Emiliya kimi təqdim edən qadın gecə saat 2-də Bakı-Sankt-Peterburq qatarı ilə Dərbənd şəhərinə getməli olduğunu, orada pasportuna möhür vurdurub qayıdacağını deyib. Bunları eşidən şəxs qadının qatara minməsinə mane olmaq istəyib. Qəsdən saatın əqrəbini 30 dəqiqə geri çəkib. Saat 2-də qatar stansiyaya yaxınlaşıb 5 dəqiqə dayandıqdan sonra tərpənib. Qadın qatar fit verən vaxt gecikdiyini anlayıb. Azər Əliyev növbəti dayanacağının Xaçmazda yerləşdiyini və onu öz avtomaşını ilə ora aparmağı təklif edib. Emiliya etiraz etməyib. Mağazanın qarşısındakı BMW markalı maşına əyləşib Bakı-Quba yoluna çıxıblar. Hazırda olduğumuz yer haradır? Düz mağazinlar, evin qabağı. Yəni ki, sənin Rodinanla tanış olduğun mağazada, hər mağazada tanış olmuşsunuz. Sən göstərə bilərsən də ayın neçəsi idi? 20. Yox, o yadımda qalmır. Sentyabr ayı. Sentyabr ayı. Saat neçə radələrində? Saat 12:01. 12 radələrində gəlmişdi. Və hansı şərait tanış oldunuz? Mənim dostlara poz gözləmə, qatar gözləmək. Bir də biz yaxınlaşaq, mağazaya yaxınlaşaq. Sən mağazanı göstər. Siz ifadənizə göstərmişsiniz ki, o deməli televizor baxırdı və onun stansiyanı görməsi qeyri-mümkün idi də. Siz necə oldu ki, nətər oldu ki, onun fikrini yayındıra bildiniz ki, o qatarın getməsini görə bilmədi? İfadənizə göstərmişsiniz. Söhbət edirdik, mən də o hissədə oturmuşdum. Durdum, saat soruşdu məndən niyə çəksin saata. Dala qabağa qalır. Onu görə düzəldirəm. Məqsəd nə oldu ki? Mən də özüm aparım, gedişsin pozu, özüm aparım taksi kimi. Neçə yer razılaşmışsınız? 30 manat, 40 manat. Qiyməti demişdim. Nə vaxt demişdim onu? Hansı burada oturub çörək yeyəndə, söhbət eləyəndə. Söhbət necə yaranmışdı ki, demişdiniz ki... Deyir ki, birdən belə geciksəm poyza, yəni apazdaşıza, söhbət düşdü oradan, geciksəm taksilər buradan neçə yedirdim, 30 manata, 40 manata qiymətə. Sonra necə oldu? Çok polis girdi içeri girəndə önce xəbərim olmuyor. Çünkü buradan görsənmir, o səmtdə oturanda görsənmir, mağaza o yanda. Fit verəndə mən buna qayıtdım ki, polis gəldi. Ki, durdu, getdi, mən də dayanmışam içəridə. Getdi, gördüm, qayıtdı, ali-qali qışqırışı gəldi ki, bəs gecikdim poz etdim, gecikdin ki, sən aparım səni. Aytdan apar. Oturdum, özüm də içkiliydim. Sərxoş vəziyyətdə getdim. Düz Aspetrola. İfadəmə göstərmirsən ki, fit verəndə artıq qatar gedən vaxt fit verir də. Sən göstərmirsən ki, fit verəndə artıq qatar tərpənmişdi və onun çatması qeyri-mümkün idi. Yəni buna baxmayaraq sən dedin ki, qatar gedir. Bilirdin ki, çatması idi qatara. Bilirdim də çatmır. Əsas məqsəd nə idi ki, geciksin? Geciksin, özüm aparımda taksi yoxdur da, taksi kimi. Sonra gecikəndən sonra gəldi, necə oldu? Rodina. Gəldi özü oradan çağıra. Saat arası 3'e işləyirdi. Ki, Alik, mənə apar çatdıra bilərsən, demə apar çatdıra. Necə oldu sonra? İşte o, bağladım mağazini, oturdu yanıma. Açdı, qaba qapını oturdu, götürdüm aparım. Göstərə bilərsən, hara getdiniz? Birinci. Düz Aspetrolun qurğuna da ora. Yəni oradan gedib Göstərə bilərsən hansı yeri? Aspetrolun qurğunda nədir? Bakı Sumqayıt qurğuna benzin vurdum, oradan qayıtdım, gəldim. Qadının verdiyi 20 manata maşına yanacaq tökdürdükdən sonra onda qadınla intim əlaqədə olmaq istəyi yaranıb. O məntəqədən Bakı istiqamətində hərəkət edərək stansiya Sumqayıt qəsəbəsindəki zavod ərazisinə gəlib. Qadından maşından düşməyi tələb edib. Emiliya
onun nəyə görə bura gətirdiyini soruşduqda o cinsi əlaqədə olmaq istədiyini bildirib. Qadın buna imkan verməyəcəyini dedikdə Azər Əliyev sifətinə sillə, sonra isə sağ ayağından zərbə vurub. Zərbədən sonra Emilya kanala düşüb və onu söyməyə başlayıb. Buna görə təqsirləndirilən şəxs yerdən daş parçası götürüb ona tərəf atıb. Dərhal sonra o maşına oturub yaşadığı evə qayıdıb. Qadının qara rəngli çantası arxa oturacaqda qaldığından onu mağazada gizlədib. Yanacaq doldurma məntəqəsində yanacaq doldurduqdan sonra bu istiqamətdə gəlmisiniz. Bu istiqamətdə gəlmişəm. Orada qayıtdım, ağır iyidir. Qayıtdım, səni aparam, düşürdüm evə, sənə durub gedərsən. Bir də söyledim, hadi ellənmədim. Buna baxa gəlib bu hissəyə çatanda. Oradan da qatar keçirir, dedim, tamam gəldim. Qayıtdım, qatar gedir, buradan qatar gedir, buradan qatar getmir, o tavarlıdır. Poyiz deyil, poyiz gedib. Qayıtdı, saxla maşını, mən düşüb gedirəm. Hissədə saxlandım, düşdü, qapını çıxdı, getdi belə. Mən də düşdüm bura peşkom ki, buradan yol yoxdur, kanal da harı yetişirsən. Ki orada bir də söydü məni, mən orada düz deyə orada qıraqda vurdum. Sən harada yaxınlaşdın buna? Göstərə bilərsən? Göstərə. Siz hansı istiqamətə gedirdiniz? Deyil istiqamət. Belə qapı. Rodla da sizinlə birlikdəydi. Yox, Rodla qapağı dedi, Rodla dedi. Siz onun arxasınca Mən gedirdiniz. arxasından gəldim ki, buradan... Harada yaxınlaşıb çatdınız ona? Burada, bu hissədə. Yaxınlaşdınız, nə oldu? Bu hissədə şimdi söyüş söydü ki, mən gedirəm, özüm bilərəm, mən də burada vurdum onu. Ki, yıxıldı, yıxılanda. Sizi nəyə görə söyürdü ki? Söyüş söydü ki, aparım onunla, mən xaçmaza Allahdan götürdüm mən. Ki, evə qaytarıbsın. Belə. Siz əslində bu yaxınlıqda yanacaq doldurma məntəqəsində hazırda durduğunuz yerə qədər maşınla normal sürətdə 5 dəqiqəlik yolda və bu müddət ərzində nə baş verdi ki, siz fikrinizi dəyişdiniz? Yəni ki, az petrol yanacaq doldurma məntəqəsindən onu deyə bilərdiniz ki, mən getmirəm. Nəyə görə elə burada 5 dəqiqə məsafədən sonra oldu? Dedim, içkiliyəm də, çıxsam bir anda fikirləri də adam verir ki... Az petrol yanacaq doldurma məntəqəsinin yaxınlığında da siz içkili olduğunuzu bilirdiniz də yəni ki. Bilirdim. Orada niyə fikrinizi dəqiqləşdirməmişsiniz, gedib getməyin? Dedim, gedməyim də, içkiliyəm, tutub alarlar maşını zaten. Mən apam düşürdüm bunu evinə, səhər gedər. Əgər siz içkiliydinizsə, mağazanın qarşısından yanacaq doldurma məntəqəsinə qədər olan yolda bu fikir sizdə olmalıydı. Ağlı başımda. Gəl bu müddət ərzində fikirləşməyim, nəyə görə ardıca bu 5 dəqiqə ərzində bu ərazidə sizin alınıza gəlib şey oldu? Evakuasiya oldu. Sonra necə oldu? Yaxınlaşdınız, nə ediniz? Dedim, buradan yol yoxdur, oraya dedim ki, buradan qatar gelmiyor. Öyle bir bəlkə mağazal buradadır, ya polis buradan dedim. Ki, burada söyüş söyledi ki, mən gedirəm, özüm bilərəm, mən burada vurdum onu, söyüş söyləyəndən sonra. Burada vurdunuz? Nə ilə vurdunuz? Neçə dəfə vurdunuz? Bu boğazda şəkildən vurdum ki, söyləmədi, söyüş söyləmək. Nə oldu bundan sonra? Ondan sonra bir də söyləyəndə mən belə bir dəfə təpi ilə vurdum onu, gördüm ki, burağa yumurlandı, yıxıldı bura. Ne gösterdi burada? Bu işe bakıyorsunuz. Bu düşəndə nə qədər idi? Baktı yoksa üzerinde? Yox, üzüydü o, batmamış. Yani oradan karşıya ki kömək ona. Yox, mən üzü eşitmədim. Onlar sərxoş var, qayıtdım, getdim, başına çıxdım, getdim. Güzel bilmirəm, bir şeydim, kişili aldıydım, yoxdur ki, kömək edərdim. Səhərsi gün axşam saat 20 radələrində polis əməkdaşları onu 5-ci mikrorayonda tutublar və o törətdiyi əməli səmimi etiraf edib. İstintaqın gedişatında Azər Əliyev ilkin ifadəsində göstərdiklərini etiraf etməyərək əlavə ifadəsində Emilya Rodinanı zorlamadığını, kanala qəsdən atmadığını, sonuncu ora düşdükdən sonra onun başına daş parçaları ilə xəsarət yetirmədiyini bildirib. Siz göstərsiniz ki, Rodin Emilya siz təpik zərbəsi vurandan sonra, yıxıldıqdan sonra avtomaşına minib getmişsiniz. İfadənizə göstərmişsiniz ki, çantası sizin avtomaşınızın arxa oturacağında qalmışdı. Əgər arxa oturacağında qalmışdısa, necə ola bilərdi ki, Rodin Emilya Vasilyevna sizin maşınınızdan düşüb, yaxınlıqdakı stansiyaya yaxınlaşması? Necə ola bilərdi ki, bu çantasını sizin maşınınızda qoya bilərdi? Risk düşdüm, sən qapını örtəndə söyüş edəndə. Gördü ki, mən düşürəm, qorxudan bəlkə
O çürüydü o da özü də. O çürüydü. Əslində bu insan üzərində bir çantası olubdur. Əgər harasa bir sizdən uzaqlaşma məqsədinə, sizdən artıq uzaqlaşma məqsədinə getməli idisə, bu çantanı bir də fikir edirəm ki, aparmalıydı. Necə oldu ki, bu çanta sizin avtomaşınızda qaldı? Bu var, ne deyələrsin? Bilmirsən, çəkini çəksən, tutalım. Çəkini çəkmir, səbəb bilmir. Onca var bir də çalışıyoruz. Azər Əliyev, siz göstərirsiniz ki, o Romelu Vasilyevnanı təpiz əvəsi hüquqdan kanala düşdükdən sonra siz getmişsiniz. Nə üçün onu kömək edib onu çıxarmadınız? Eğer sizin orada göstərirsiniz, başka bir büyük qanuna zid hərəkətiniz olmamışdırsa, nə görə kömək edib onu oradan çıxarmadınız? Kömək eləyərdim, üzə bilmirəm. Boyda eşitdim televiziyada boğulan, çimən boğulan, içkili, sərxoş. Qorxdum düşərəm, özüm də boğularım. En azından bir telefon vasıtasıyla 102 xidmətinə, yaxınlıqdakı bu yaxınlaşmasında olan insanlar kömək çağırmaq olar. En azından nə görə? Ağlım başımın önündə sərxoş. Biz hansı çantaya baxış zamanı çantada pul olmuyor. Eyni zamanda Rodna'da göstərir ki, onun çantasında 856 pul olur. Onun sumkasını əl vurmamışam, atamın yüzü var qoymuşam. İstintaq zamanı müəyyən olmuşdu ki, bu Dərbənd şəhərinə getmək üçün stansiya Sumqayıt ərazisindəki stansiyaya gəlmişdi. Eğer bizi göstərirsə ki, onun üzərində çantasında pul yoxdur. Baxış zamanı görünür ki, pul yoxdur. Amma ifadəsini göstərir ki, pul var. Necə ola bilərdi ki, bu Dərbənd şəhərinə bu pulsuz geçsin? Mümkündür belə bir şey? Nə qədər həqiqətə uyğundur? Əlində bileti var, uzalmış ufaqdır. Bileti əlimdə. Dərbənd şəhərinə hansı bir xarici ölkənin şəhərinə gelirsə, bunun əlində pulsuz getməsinə qədər həqiqətə uyğundur. Var deyil edərsin. Evet. Əlavə dediyiniz sözlər, əlavəniz vardır mı? Deyirəm ki, yəni əlavəm olub ki, mən onu vurmazdım. Məsələn, içkili vəziyyətdə söyüş çəkdi. Zərərçəkən Emilia Rodina qeyd edib ki, təqsirləndirilən şəxs cinsi əlaqədə olandan sonra o ayağının ağrısına dözə bilmədiyini deyib, onu xəstəxanaya aparmasını xahiş edib. Azər Əliyevdən yapışıb ayağa qalxıb ki, onu özü ilə aparsın və ya əlindən qaçsın, lakin həmin şəxs bu an o biri ayağından vurduğuna görə yerə yıxılıb. Növbəti zərbələrdən sonra qadın özünü havada hiss edib və sonra kanala düşüb. Kanalın içərisində su dərin olmaqla həm də çox soyuq olub. Boğulub öləcəyini düşündüyünə görə Əliyevə əməlləri barədə heç kimə heç nə deməyəcəyini söz verib, onu xilas etməsi üçün yalvarıb. Azər isə onun əvəzinə yerdən daş parçaları götürüb fasilələrlə onun başına zərbələr indirib. Suyun axını onu kanalın digər sahilinə aparıb. Bu səbəbdən cinayətkar onu daha görməyib. Koldan tutub dayanan qadın ətrafa boylananda Azərin kanalın digər sahilində dayanıb suya diqqətlə baxdığını görüb. Təxminən 5 dəqiqədən sonra maşın mühərrikinin səsi gəlib və Emilia onun hadisə yerindən uzaqlaşdığını başa düşüb. Ayağı sındığı və başından xəsarət aldığı üçün o kanaldan çıxa bilməyib. Qışqıraraq kömək istəyib. Səhərə qədər suda qalıb. Zərərçəkənin sözlərinə görə boğazına qədər suyun içində qaldığından soyuq su sanki ağrılarını kəsib. Təxminən 7 radələrində yolun kənarı ilə Jiguli markalı avtomaşının getdiyini görüb. Onu səsləyib köməyə çağırıb. 5-10 dəqiqədən sonra polis əməkdaşları və bir neçə nəfər tanımadığı şəxslər onu kanaldan çıxarıblar və təcili yardım xəstəxanasına aparıblar. Emilia Rodina qeyd edib ki, Azər Əliyev kanalın yanında olduğu müddətdə o səs salıb köməyə adam çağırsaydı, törətdiyi cinayətlərini gizlətmək üçün təqsirləndirilən şəxs daşla və ya başqa vasitə ilə onu öldürərdi. İş üzrə dindirilmiş şəhər sakini Tuğzavodun nəzdində fəaliyyət göstərən polad əritmə sexində fəhlə işləyən Cavid Məmmədov bildirib ki, həmin gün səhər saat 9 radələrində işlədiyi sexdən təxminən 50 metr aralıda dayanan bir nəfər kişi onun yanına çağırıb. Yaxınlaşanda ona kanalı göstərib, orada adam batdığını deyib. Diqqətlə baxanda yaşlı qadının kollardan tutub sakit durduğunu görüb. O telefonunu sahildə qoyub, özünü kanala atıb və həmin adamı xilas edib. Qadının
sahilə çıxardıqdan sonra telefonundan əvvəl 103 xidmətinə zəng edib təcili tibbi yardımı çağırıb, sonra isə polis bölməsi ilə əlaqə saxlayıb hadisə barədə məlumat verib. Qadın ona bir nəfər tərəfindən döyülərək kanala atıldığını deyib. Səhərsi gün məhəllə sakinlərinin danışıqlarından eşidib ki, həmin cinayəti əvvəllər tanıdığı Azər Əliyev törədib. Sumqayıt şəhər rayonlar arası narkoloji dispanser tərəfindən təqdim olunan arayışda göstərilib ki, Azər Əliyev 2006-cı ilin sentyabrından narkomaniya diaqnozu ilə qeydiyyata götürülüb. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınan tələbnaməyə əsasən Azər Əliyev 1993, 98 və 99-cu illərdə ümumilikdə 3 dəfə məhkum olunub. 2012-ci il aprelin 4-də müstəntiqin qərarı ilə Azər Əliyevin cinayət əməli 29-120.1, 149.1 və 181.1-ci maddələrindən 29-120.2.4, 2.6, 2.9, 2.11-ci xüsusi amansızlıqla başqa cinayəti gizlətmə, habelə zorlama və ya seksual xarakterli başqa zoraki hərəkətlərlə köməksiz vəziyyətdə quldurluqla əlaqədar adam öldürməyə cəhd, 149.2.4-cü zorlama, zərər çəkmiş şəxsi öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə törədildikdə və 181.2.5-ci quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə maddələrinə tövsif edilərək ona yeni ittiham elan olunub. Məhkəmə istintaqı hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilib. Azər Əliyev elan olunan ittiham üzrə özünü təqsirli bilməyib. Zərər çəkən isə sadalanan cinayət əməllərinin onun tərəfindən törədildiyini təsdiq edib. İş üzrə 9 nəfər şahid dindirilib. Məhkəmə təqsirləndirilən şəxsi, zərər çəkəni və şahidləri dinləyərək iş üzrə əldə olunan sübutlara obyektiv qiymət verməklə hesab edib ki, Azər Əliyevin bu cinayəti törətməkdə təqsirli olması tam sübuta yetirilib. – 2012-ci il mayın 18-də məhkəmənin hökmü ilə 1976-cı il təvəllüdlü Azər Əliyev ittiham olunduğu maddələrlə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.